Salam dostlar. Bugün sizə Linux nəzəriyyəsi danışacağım. Linux istifadə edənlərin hamısının bilmələri lazım olduğu nəzəriyyədir. Burada yeni başlayanlar üçündür. Çox qarma-qarışıq deyil və sadə yolla izah edəcəm. Linux nədir? Linux pulsuz və açıq mənbə bir əməliyyat sistemidir. 1991-ci ildə Linux Torvalds tərəfindən yaradılmışdır. Linux əməliyyat sistemi tərəfindən ilhamlanmışdır. Əsas xüsusiyyətləri pulsuzdur, açıq mənbə kodludur. İstənilən şəxs kodu görə bilər və dəyişə bilər. Özü üçün fərqli cür modifikasiyalar edə bilər. Çox təhlükəsizdir, stabil və etibarlıdır. Serverlərdə, superkompüterlərdə ən çox istifadə olunan əməliyyat sistemidir. Əslində superkompüterlərin 100% Linux-dur. Kernel nədir? Əslində Linux dediyimiz şey əməliyyat sistemi deyil, bir kerneldir. Əməliyyat sistemin adı GNU-dur. GNU nədir? GNU Mod Unix deməkdir. Kernel nüvədir, Linux'un əsas hissəsidir. Yəni Linux nüvədir. Linux kernel yəni. Hardware ilə proqram təminatı arasında körpü rol oynayır. Yaddaşı idarə edir, prosesləri idarə edir, sürücüləri idarə edir. Linux sadəcə kerneldir. Tam əməliyyat sistemi üçün üzərinə başqa proqramlar aralanır. Bu da distro budur. Yəni distro deyilir. Distro anlayışı deyilir. Deməli distrolar. Hansı distrolar var? Distrolar adına görə deyək, nədir və niyə çoxdur? Distro kernel proqram paket meneceri masaüstü mühitindəndir. Kernel bildiğimiz Linux kerneli paket meneceri apt veya digər bir şeylərlə Debian, məsəl üçün üzr istəyirəm. Paket meneceri Debian var, RPM var, bunlardır. Masaüstü isə deyəcəm olsun verir. Deməli Linux'un yüzlərlə distrosu var. Səbəbləri: hər kəs öz ehtiyacına uyğun versiya yarada bilər. Açıq mənbə olduğu üçün. Fərqli məqsədlər var. Məsələn, server üçün, təhlükəsizlik üçün, dizayn üçün, oyun üçün, yeni başlayanlar üçün. Fərqli fəlsəfələr, stabil, yeni, sadə və ya çevik. Əsas distro qruplarını açsam, ən çox istifadə olunanları. Deməli, Debian əsaslı deb paketləri. Deb paketləri bunlardır. Paket meneceri apt və ya dpk'dir. Popülər distrolar. Ubuntu ən məşhur və yeni başlayanlar üçün ideal. Əslində, Ubuntu'yu məsələ görmərəm. Çox ağırdır. Və Ubuntu Debian əsaslıdır. Burada dediyimiz sistemlər Debian əsaslıdır. Linux Mint. Windows'a bənzəyən çox istifadəçi dostu. Bunu məsləhət görürəm. Çox yüngül əməliyyat sistemidir. Və bu Linux Mint Ubuntu tabanlıdır. Ubuntu isə Debian tabanlıdır. Debian çox sabitdir və serverlər üçün idealdır. Debian özüdür. Kali Linux təhlükəsizlik testlər üçündür. Popos oyun və proqramçılar üçündür. Kali Linux isə Debian tabanlıdır. Debian üstünə pentester alətləri və digər hacker alətləri yazılıb üstünə. İndi Red Hat əsaslı RPM paketlər. RPM. Paket meneceri RPM, Yum və NEF'dir. Popülər distrolar. Fedora. Yeni texnologiyaları ilk sınayan, tez-tez yenilənən. Red Hat Esperanto Linux. Rehel. Kommersiya və serverlər üçündür. CentOS Rockies Linux. Rehel'in pulsuz versiyasıdır. Open source. Olman əsaslı həm başlanğıc həm də peşəkar üçün. Deməli, bir şey demək istəyirəm Fedora Linux haqqında. Arch ilə Fedora Linux'un fərqi var. Arch hər bir güncəlləmə ən tez alındı. Fedora isə digərlərindən sabit cəhətdə ən tez alındı. Yəni Arch tez alır desəz, Fedora alır tez desəz, əlbəttə ki Arch alır. Amma Fedora çox ciddi sınavlardan keçirilir. Arch elə bir beta versiyasıdır, Fedora da sabit versiyadır. Debian ən sabitidir, yəni onu elə düzəldiblər ki, yəni ən sabit olsun, daş kimi. İndi Arch Linux'a gəlir. Arch Linux'un da deməli, paket menecerinə Pacman'dır, popülər distrolar Arch Linux, qabaqcıl istifadələr üçündür, hər şey özün qurursan. Manjaro, Arch'ın əsas versiyasıdır, asan versiyası. İndi Virus isə Arch'ın asan qurulumudur. Digərlər, Nikos var, unikal paket sistemi, konfigurasiya driver, Void Linux var, Unit, Init sistemini istifadə edir. Apply Linux var, çox kiçikdir, konteynerlər üçündür. İndi paket menecerinə gəldik. Paket menecer proqramlar yığılmış quraşdırmanın hazır formasıdır. Deməli, deb paketlər, Debian, Ubuntu, Mint və s. istifadə edir. apt, Advanced Package ən çox istifadə olunan əmrlər. Sudo apt, update, paket siyahını yeniləyir. Sudo apt, install paket yükləyir. Məsələn, sudo apt, install VLS proqramı yükləyəcək. Sudo apt, remove paket yəni paket adı deməkdir. Paket adını yazırsınız.
Mesela sudo apt remove release. Sudo apt upgrade bütün paketləri yeniləyir. DKB aşağı səviyyə ərazilərdir. Sudo DKB paket dev fayllarını quraşdırır. VPN Fedora, Real, CentOS, OpenSOS istifadə edirsə, VPN-dir Fedora Real üçün. Yum isə Yellow Watchdog Update Modifier köhnə versiyalar üçündür. Komandalar sudo dnf install paket adı, sudo dnf remove paket adı, sudo dnf update. Pacman, Arch Linux. Sudo Pacman mənfi 3s üzr istəyirəm paket adı yükləyir bu. Sudo Pacman Air 3e paket, serial paketi remove. Sudo Pacman suyu yenilə. Flatpak snap və app immigrant. App yazılır burada. App immigrant olmalı deyəsən. Buna baxıb deyəcəm. Kommentlərə bildirəcəm. Bunlar nədir? Universitet paket formatlarıdır. Distrodan asılı olmayan. İstənilən Linux distrobusunda işləyir. Deməli, fərqlər nədir? Flatpak və Snap bunlar yükləyici proqramlardır. Məsələn üçün, Ubuntu Snap'da çox ağırdır. Linux yükdən Flatpakdır. Play Market kimidir. Oradan gelib yüklüyorsunuz. App image isə portable'dır. Heç bir şey yükləmirsiniz. Sadəcə fayl olur. Onu üstə basırsınız. .app image basırsınız, açılır. Heç bir proqram yükləmirsiniz yaddaşa. Yəni app image yüklədiniz. Yəni driverlərdən və s. heç bir şey yükləmirsiniz. Nə driver yüklüyorsunuz, nə də paket. Heç nə yükləmirsiniz. Sistemdə olmur. Sadəcə bir proqram olur. Onu üçün basıb girirsiniz. Elə işləyir. Yəni portable-da aşına bilən bir proqramdır. Deməli, sonra Blender var idi. Blender, qəribə adı var idi. O isə nə ağarır? App image kimidir? O da asıdır distrodan. Ümumiyyətlə, bu 4-də asıdır. Flatpak-da Snap'dır. Flatpak, Snap, App image və Blender. Adan dəqiq deyəcəm sizə, Blender nə idi? Bunlar asıdır. Yəni, bu Linux'a gedir. Fərqi yoxdur, nə Linux işləyir. Məsələn üçün, bunların ən böyük yardım səbəbi bunlar üçündür. Məsələn üçün, mən proqram çıxarmışam. Mən bilməm, Debian paketlərə vereyim, yoxsa Debian paketlərə vereyim, yoxsa Pacman'a vereyim. Universal problem həlli bunlardan gəlib. Flatpak, Snap və App image. Masa üstündən danışaq. Nə üçün masa üstü qrafik intervyu, panel və menu vardır. Məsələn üçün, baxın, bunlar masa üstüdür mənim də işlədim. Bu masa üstüdür. Mən KDE işlədim, Clay Plasma. Məsələn, bunun animasiyalar qəşəkdir, özəlləşdirmələr qəşəkdir. Göstərdiyim kimi, baxın, özəlləşdirmə və s. şeylər çox əladır. Model minimal sadədir, Mac-OS-a bənzəyir, touchscreen və laptop üçün optimallaşdırılmışdır. Resursu ortadır, distrolar Ubuntu default. Üzr istəyirəm. Qınım yoxudur. Deməli, KDE Plasma Windows-a ən çox bənzəyən, çox fərdiləşdirə bilən, ən gözəl görünüş, çoxlu effektlər, resurs orta yüksək, distrolar Ubuntu, Fedora KDE, KDE Neo. Deməli, Fedora KDE niyə var burada? Çünki Fedora'nın fərqli növləri də var. Fedora Worker System var, orada GNOME tabanlıdır masaüstü. Yəni Linux'da XFC var, Cinema var, Mate var. Yəni bir Linux'un neçə cür masaüstü forması olur. Deməli, GNOME modern, minimal sadə, Mac-OS-a bənzər, touchscreen və laptop üçün optimallaşdırılır. Resurs orta, distrolar Ubuntu, Fedora. Ubuntu Fedora defaultları budur. Yəni minimal və sadədir. XFC, yüngül, sürətli, köhnə kompüterlər üçün ideal, sadə görünüş, resurs az, distrolar Xubuntu, Fedora XFC. Fedora demək XFC də varmış əvvəldir. İndi yox idi, görmədim. Məsələn, Linux üniversitəsində XFC var, çox zəif kompüter onu işlədə bilərsiniz. Cinema, Windows'a çox bənzər, Linux Mate'in default mühitidir. Resurs orta, modern görünüşlüdür, çox effektli olmasa da, nə köhnə görünüşlü, nə də çox belə effektlidir. Orta, sadə. Və yeni başlanğıc üçün əladır. Mate, Gnome ikinci davamçıdır. Klassik görünüşlər, az orta resurs istifadə edib. UG, modern sadə, sol olsun, default mühiti. iOS Grid, Aviation, Windows Manager. Masaüstü yox, sadəcə pəncərə idarəçisidir. Klaviatur ilə idarə olunur, çox yüngüldür, qabaqcı istifadə üçündür. Amma bunlar pəncərə üçündür, yəni siliyəmişlər, yəni sili, command line infreeze. Deyəsən bunlar GUI deyil. Demək, yeni başlayın üçün tövsiyə. Əgər yeni başlayırsa, birinci adam Linux Cinema və ya Ubuntu.
İstifadəsi asan, geniş dəstək və sənədləşmə çoxlu proqram. İkinci adım Fedora, KDE və Gnome. Biraz daha texniki, daha yeni paketlər. Üçüncü adım Manjura, Arch əsası, Arch'ın rahatlığı və asan qurulma. Dördüncü adım Arch Linux. Tam nəzarət hər şeyi özün qurursan. Bundan fərqi bilsinədir. Baxın, bundan fərqi nə üçündür? Məsələn, Arch'ı gündəlik istifadə üçün elə də çox məsləhət görmürəm. Hər şeyi özün qurursan, update edəndə çökmə problemləri ola bilər arada. Əgər sırf mən heç nə qurmayayım, elə Linux yükləyim, hər şey sadə olsun, rahat istifadə istəyirsə, Linux Mint bunun üçün ən gözəldir, Cinnamon versiyası. Əgər yox, biraz da texnik olsun, yeniliklər falan gəlsin görüm tez, istəyirsə Fedora yaxşıdır. Bunlar isə dediyim kimi, deməli, universal paket formatları, Flatpak, Snap, App Image, Blender. Bundle, deməli buymuş. Linux distribusiyasına asılı olmayan universal paket formatıdır. Yəni eyni proqram həm Ubuntu, həm Fedora, həm də Arch üzərində işlədə bilirsiniz. Yəni bunlar tərtibatçıların işini çox asanlaşdırır da. Ayrı-ayrı paket yığmırlar və ya seçim qarşısında qalmırlar. Flatpak, yaradıcısı Alex Larson, Red Hat. 2015-də Sandbox-u, Qunqucu, hər proqram tərtib olmuş müddət işləyir. FlatHub mərkəzi anbarından, Flatpak orucudan yəni götürülür. Avtomatik yeniləmə var. Məşhur proqramlar Spotify, Telegram, Discord, LibreOffice, OBS Studio, Game, üstünlükləri təhlükəsiz, Gnome ilə yaxşı inteqrasiya, çatışmazlığı ilk işə düşmə biraz gecikir. Eski və disk yeridir. Diski çox istifadə edir, bəli. Bu da var. Snap, yaradıcı Kanye olur, Ubuntu. Deməli 2010-da Sandbox üstündə işləyir, avtomatik yeniləmə gündə 4 dəfə yoxlanılır. Sandbox Store mağazası, Rollback, yəni əvvəlki versiyanı qayıtma dəstəyi, Ubuntu Software Center default olaraq Snap istifadə edir. Məşhur proqramlar VS Code, Spotify, Slack, Node.js, Docker, Google, üstünlüklər geniş proqramda isə 7000-dən çox avtomatik yeniləmə, çatışmazlıq, məcburi yeniləmə bəzi direktorlarda yavaş işləyir. Snap onları mən Ubuntu məsələ görürəm. Gördüyünüz kimi çatışmazlığı bu da. App Image, yaradıcısı Simon Peter, 2004-də köhnə adı Click. Ən sadə format. Heç bir quraşdırma tələb eləmir. Portable, daş növlər, uzun aparıb başqa kompüterə işləyə bilərsiniz. ROS icazəsi tələb etmir. İşlətməyə də nətərdir? Ch mod, file.app image yazırsınız, bitdi. Sonra da .drop file.app image. Silmək, sadəcə file silsən, bitdi. Sistemə heç bir təsiri qalmır. Məşhur proqramlar, Krediya, Ballerina, Integer, OnlyOffice, OpenBoard, üstünlüklər, quraşdırma yox, portfolio yox. Çatışmazlığı, avtomatik yeniləmə yox. Sistemə inteqrasiya olmur. Ölçüsü böyükdür. Yəni yeniləmə olmur, gərək hər dəfə yeniləmə gələndə girib yükləyəsiniz. Bundle. Bundle nədir? Flatpak bundle və ya .bundle olur. Flatpakın offline integrasiz versiyasıdır. Yəni bir dəfə Flatpakda olan kompüterə bundle faylı çıxardıb integrasiz başqa kompüterə quraşdıra bilərsiniz. İşləmə prinsipi. Flatpak Blender repo proqram adı ya da Flatpak install Blender program.bundle. Üstünlüklər offline quraşdırma paylaşmasıdır, çatışmazlığı bunu da faylı böyük olur. Flatpak tələb edir. Bir də bunun nə üstünlükləri var Blender'ın? Bundle'larını üzrüsən dilim şaşır, Bundle. Bundle lazımlı driver ilə hər şey özü qurur. Yəni ona driver lazımsa hamısı içindədir. Deməli, fərqlərinə baxaq. Flatpak Sandbox işləyir, avtomatik yeniləmə var. Quraşdırma tələb olunur, prototipdir, yox. Root tələb edir, bəli. Proqram sayı 2500-dən çox. Ən populyar Fedora, Snap. Sandbox var, avtomatik yeniləmə var. Quraşdırma tələb olunur. Portativ yoxdur, yeniləmə var. Root tələbi var, 7000-dən çoxdur, Ubuntu. App Image, Sandbox yoxdur, avtomatik yeniləmə bəzən olur. Quraşdırma yoxdur, quraşdırma tələb eləmir. Portativdir, bəli. Root tələb edir, xeyr. Proqram sayı 2000-dir, istənilər. Yəni fərqi yoxdur. Hansı format nə vaxt istifadə olmalıdır? Flatpak təhlükəsizlik vacib olan qırılma proqramlar üçün Snap. Ubuntu istifadə edirsinizsə, avtomatik yeniləmə işləyirsə. App Image portablikdir, vacib onda. USB-də işləyə bilərsiniz. Yəni USB-yə salın, hansı Linux'a qursu işləyir. Ubuntu offline mühitdə paylamaq olur. Linux'un işləndiyi yerlər. Dünyanın ən böyük serverlər 96% Linux işlədir. Bütün Android telefonlar Linux işləyənlərindən istifadə edilir. Supercomputer 100% Linux işləyir. NFC, Google Cloud, Azure kimi bulut platformları Linux əsasıdır. Tesla'dan ise Crane Linux istifadə edir. Linux freedomdur, istədiyini et. Yəni Linux azaddır, nə istəyirsən edə bilərsən rahat. Deməli, videomuz buradandır. Videonu əgər bəyəndinizsə kanala abunə olub, like atıb,
komment etməyi, bildirməyi unutmayın. Sağ olun, görüşənədək hələlik.